Tolerantlığın Azərbaycan modeli bugün dünyaya təkrarsız nümunə kimi təqdim olunur. Ölkəmiz dinlər arasında anlaşmaya, diyaloqun inkişafına, həmrəylik kimi bəşəri dəyərlərin təşviqinə, təkamülünə mühüm töhfələr verir. Beynəlxalq təşkilatlar, dünya dini liderləri də ölkəmizdəki dini etiqad azadlığını, multikulturalizmi yüksək qiymətləndirirlər. Azərbaycan həmişə çox millətli, çox konfessiyalı diyar olubdur və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur. Bugün də belədir. Və multikulturalizm termin kimi yenidir. Amma anlayış kimi bu həmişə olub və həmişə olmalıdır. Bizim gücümüz də birliyimizdədir və müxtəlifliyimizdədir. Çox konfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı bir unikal bir məkandır Azərbaycan. Bu böyük sərvətimizdir. Dünyada dini dözümsüzlüyün gücləndiyi, zorakılığa, ayrı-seçkiliyə təhrik edən nifrət çağırışların ictimai təhlükəyə çevrildiyi bir vaxtda Azərbaycan tolerantlıq modelinin mükəmməl nümunəsi kimi təqdim edilir. Ölkəmiz dinlər arası diyaloqun inkişafında mühüm rol oynayır və bu istiqamətdə mühüm töhfələr verir. İşğaldan azad edilmiş ərazilərdə həm məscidlər, həm kilsələr bərpa edilir. Bu onu göstərir ki, Azərbaycan bütün yönləri baxımından dünyanın digər ölkələri üçün bir örnəkdir. Təkcə dini dözümlülük deyil, eyni zamanda Azərbaycan çox mədəniyyətli baxımından bir örnək ölkə halına gəlib. Dini və milli dözümlülük, etnik müxtəliflik, tolerantlıq və multikultural dəyərlər xalqımızın zəngin sərvətlərindəndir. Çox konfessiyalı, çox millətli ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərirlər. Onların dini ayinlərini icra etmələri üçün bütün şərait yaradılır. Başlıcası isə bunun üçün yaxşı ab-hava, mühit mövcuddur. Bugün Bakının mərkəzində erməni kilsəsi qorunur, təmir olunub. Dövlət buranı qoruyur, içərisində 5000 ədəbiyyat var. Bugün Bakının mərkəzində 3 pravoslav kilsəsi var, 2 yəhudi sinaqoqu var. Eyni zamanda katolik kilsəsi fəaliyyət göstərir. Bugün Qırmızı qəsəbə Qubada dünyada bir nümunəsi olmayan bir məkana çevrilib. Tolerantlıq həm cəmiyyətimizin təbii xüsusiyyəti, həm də dövlət siyasətimizin tərkib hissəsidir. İşğaldan azad edilən ərazilərimizdə heç bir dini fərq qoymadan bütün məscidlərin, kilsələrin, məbədlərin təmir və bərpası ölkə vətəndaşlarına bərabər yanaşmanın ən yaxşı göstəricisidir. Qədim ənənələri olan müasir Azərbaycanda xalqımızın sahib olduğu İslam dinini sevmək, qorumaq, təbliğ etməklə yanaşı digər dinlərə də böyük hörmət və ehtiramla yanaşılır. Südabə Cahangirli, Rüstəm Mikayılzadə, ASTV Xəbər.